Trampdan gözlənilməz açıqlama: İranla müharibə bitir. İranla davam edən müharibə tezliklə başa çata bilər. Referans media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump Fox News açıqlamasında deyib. Hazırda İran heç bir razılığa gəlməyə hazır görünmür. Lakin inanıram ki, münaqişə tezliklə həll olunacaq, deyə o vurğulayıb. Bundan başqa, Ağ Ev rəhbəri müharibə ilə bağlı bir sıra qərarlar verdiyini bildirib, lakin bu qərarların nə olduğunu açıqlamayıb. Prezident həmçinin əlavə edib ki, İranla toqquşmanın ABŞ üçün maliyyə təsiri əhəmiyyətsizdir. Türkiyədən İsrailə xəbərdarlıq: bu barbarlıqdır. Türkiyə, İsrailin Şərqi Qüdsdəki Əl-Əqsə məscidini bağlamasını və müsəlmanların orada namaz qılmasına mane olmasını pisləyib. Referans media xəbər verir ki, bu barədə AK partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik bəyanat yayıb. İsrailin Əl-Əqsə məscidinə qarşı hörmətsizliyi bütün insanlıq dəyərlərinə qarşı yeni hücumdur. Müsəlmanların Əl-Əqsə məscidində namaz qılmasına mane olmaq barbarlıqdır. İsrail bir daha beynəlxalq hüququ pozur. Bəşəriyyət dəyərlərini qorumaq üçün bütün dünya İsrailin qanunsuz hərəkətlərinə qarşı birlikdə mübarizə aparmalıdır, deyə o vurğulayıb. Qeyd edək ki, İsrail İrana qarşı hücumların başlamasından sonra tətbiq edilən məhdudiyyətlərin bir hissəsi olaraq Əl-Əqsə məscidi də daxil olmaqla, Qüdsün köhnə şəhərindəki müqəddəs yerlərə ibadət və ya ziyarət məqsədləri ilə girişə icazə verilməyəcəyini bəyan edib. İranla bağlı xəbərdarlıq edildi. Britaniyanın baş naziri Keir Starmer İran tərəfindən bağlanan Hörmüz boğazının açılması və yaxın şərqdə naviqasiya azadlığının bərpa edilməsinin asan olmayacağı barədə xəbərdarlıq edib. Global Info az xəbər verir ki, o bu barədə Politico'ya verdiyi açıqlamada danışıb. Bu, asan məsələ deyil. Buna görə də biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropalı tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün qədər tez bərpa edəcək və iqtisadi təsirləri azaldacaq real birgə plan hazırlamaq üçün çalışırıq, deyə o qeyd edib. Eyni zamanda, Starmer boğazın açılması planının NATO ilə əlaqələndirilməyəcəyini vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trump Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və yaxın şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb.